Salam dəyərli izləyicilərim, mən Əysel Usta yenə sizinləyəm. Bu günləri mən sizinlə Bestoni markalı avtomobilinin çəkişini sizinlə paylaşacağım və belə deyək, nə işlər görüləcək ətraflı olaraq göstərəcəm sizə. Deməli, detal görürsünüz. Döyülüb, bunu yəni mənim dəmirçim etməyib, ayrı bir dəmirçi işləyib. Buraları yəqin ki, mən düzəliş eləyəcəm. Demişdim ki, yəni laqun da vurmasın. Usta bunu belə deyək, trosla görək ki, təmizləyib. Kapotda da var, bu hissələrdir. Görürsünüzsə kapot. Belə bir vəziyyətdədir kapot. Və bamper də içərdən paykalanıb. Yəqin ki, məftil nəzadla paykalayıblar, setka zad qoyublar, bilmirəm. Şimdi belə bir vəziyyətdədir. İnşallah bunu başlayacağım işləməyə. Əlbəttə ki, mən bunu alüminyum şpaklovkadan istifadə edəcəm və sonra dalinə işi başlayacağım. O birisi şpaklovkadan istifadə etməyə. Belə bir vəziyyətdədir. İnşallah bunu etap-etap çəkib sizə göstərəcəm. Deməli, dəyərli izləyicilər, bu hissəyə qədər kraskalanacaq. Bu hissəyə qədər kraskalanacaq. Kraska yəqin ki, bu hissədən gələcək belə yuxarıya və dalinə işi dönəcək aşağı. Belə vəziyyətdə olacaq kraska, amma lakı yəqin ki, mən bütöv atacağım. Çünki burada məsafə azdır. Yoxsa əks halda mən kanta qədər yəni bunu kraskalaya bilərdim dəyərli izləyicilərim. Amma belə görürəm ki, lakı mən bütöv vuracağım. Burada kant axıra qədər geçsəydi, burada da nəsə bir şey eləmək olardı. Amma məcburiyyət qarşısında mən yəqin ki, bunun lakını, kapotun lakını bütöv vuracağım. Kırılan da lakı bütöv vurulacaq və buferdə kusok işlənəcək. Əlbəttə ki, bu tərəfdə də xırda bir cızıqlar ki var, yüngül zədələr var. Bunları da işləyib, yəqin ki, buranı da kraskalayacağım dəyərli izləyicilərim. Belə inşallah bunu etap-etap çəkib sizə ətraflı olaraq göstərəcəm dəyərli izləyicilərim. Və bir də bir şey də göstərim sizə. Deməli, kapotun altı yadımdan çıxmışdı, göstərmədim sizə. Kapotun altı da yəni işlənəcək. Görürsünüzsə, dəmirçi burada biraz işlər görüb. Yəni, əks tərəfdə görürsünüzsə, kant düz gedir aşağıya qədər, yəni bu kant düz gedir. Burada isə kant daralıb və kantı belə deyək, kvadrat işləməyib. Burada üstü aval gedir. Yəni bunları da bacardığım qədər yəni bunları da işləyəcəm. Çünki kapot çıxacaq. Müəyyən vaxtdan sonra, yəni mən buna şpaklovka çəkəcəm. Kapotu çıxardandan sonra bu hissəni də işləyəcəm. Əlbəttə ki, mən buna şpaklovka çəkəcəm. Düzəldəcəm düzlüyünü. Ondan sonra, tam qutarandan sonra əlbəttə ki, germetkasını da çəkəcəm. Çünki germetka bu hissəyə qədər gəlir. Belə bir vəziyyətdədir. Dəyərli izləyicilərim. Burada da var. Etap-etap bunları çəkib ətraflı olaraq göstərəcəm sizə. Dəyərli izləyicilər, mən təmizlədim. Şkurka ilə təmizləmişəm və üstünü də şkurkalamışam. İnşallah bunlara hamısına mən indi bu saat şpaklovka çəkəcəm. Bu tərəfə də hazırlayıram. Gördüyünüz kimi. Bu tərəfdə də bəzi yerlər ki var. Bunlara mən plastik şpaklovkadan istifadə edəcəm. Görürsünüz, laqunda ilə buranı didiblər. Yenə də təmizləyib, yenə şpaklovka çəkəcəm. Dəyərli izləyicilərim, mən maşına şpaklovkasına vurmuşam, gördüyünüz kimi, və buferin də şpaklovkasına vurmuşam. Və burada da dediyim kimi bu hissələri kraskalayacağım, buradan aşağı kraskalayacağım. Və kapotun altında da mən şpaklovka işləri görmüşəm və indi birazdan söküb başlayacağım. Belə deyək. Şkurkayı. İki dənə də burada batıq gördüm. İndi gördüm batığı. Belə bir vəziyyətdədir. Dəmirçi məni biraz
sərrətli, dəmir çeşi, yəni düzgün görülməmişdi. Mən burada belə deyək, düzəlişlər eləmişəm. Dəmirçinin əvəzinə yəni buranı çıxartmışam, qaldırmışam. Kapotu bağlayanda fara, belə deyək, kapot otururdu faranın üstünə. Yəni belə bir vəziyyətdə idi. Kapot tam oturanda bir tini düşürdü faranın üstünə, zədəlirdi faranı. Ona görə də məcburiyyət qarşısında mən burada bu hissələrdə yəni düzəliş elədim. Bunu qatlalamışdı içəri, mən biraz açdım və müəyyən yerlər ki var idi, hər yer şişqa idi. Onları da düzəliş elədim. Belə dəyərli izləyicilər, burada da bizim plasmasımız oturmur, qulaqları qırıqdır. Bunu da mən düzəliş eləyəcəm. Mən bir günlük maşını vermişdim avtomobil sahibinə ki, işlərini yoluna qoysun və ondan sonra gətirsin yanıma və başlayaq işimizə. Belə dəyərli izləyicilər, inşallah tam qutarandan sonra qurunt işi görüləndən sonra ətraflı olaraq bir də sizə çəkib göstərəcəm bunu. Qurunt vurulub da, sürtülüb də dəyərli izləyicilər, mən burada sizə göstərmək istəyirəm. Deməli, kapotda mən hazırlamışam və matovkalanıb. Burada bir-iki deşiklər ki var idi gözümdən qaçan, onların da şpakulovkasını vurmuşam, yüngül şkurkalayacağım. Və burada gördüyünüz kimi bu kırla belə bir şəkildə kraskalayacağım, yuxarı qalxacağım və kapota tərəf. Burada da dəyərli izləyicilər, yəqin ki mən bu hissədən qaldırıb keçəcəm düz kapota. Kapot bağlı vəziyyətdə olacaq əlbəttə ki. Və burada da bamperi belə qərara gəldim ki, aralı qoyum qıraqlarını. Görürsünüz, aralıdır və belə deyək, eyni vaxtda perixodu buferə atım. Bu hissədə isə perixod olmayacaq, sadəcə olaraq burada detala düşəcək. Düzdür, bufer kırladan yəni seçilir, bu Zavaskoy maşında yəni belənsinədir. Yəni burada bu saat hal-hazırda kırla yəni bez kraskadır. Maşın ümumiyyətlə mənim yanıma gələnə qədər yəni bez kraska idi. İndi mən kraskalayacağam 3 dənə detalında, 2 dənə detalında cəmisi kraska olacaq. Kapot və kırla sağ tərəf. Əlbəttə ki, bamperi də hesablasaq, yəni 3 detal olacaq. Burada da dəyərli izləyicilər, mən bu hissədən aşağı kraskalayacağım. Bacardığım qədər çalışacağım ki, kırışqanı da yəni belə deyək, tutacağım, uyğunlaşdıracağım və başlayacağım vurmağa. Əlbəttə ki, Zavaskoy maşınların hamısında yəni eyni kraskanı vuranda plasmas və dəmir burada düzdür, biraz fərq olur, amma nə qədər də olmasa çalışacağım ki, burada elə vurum ki, yəni ümumiyyətlə seçim olsa da belə, yəni belə deyək bir 10, 15, 20%, yəni icazə var ki, yəni bu seçilə bilər bu bamperdə. Belə dəyərli izləyicilər, inşallah bunu sizə çəkib göstərəcəm axırda və burada da düzdür, mən qara quruntdan istifadə eləmişəm. Burada mən ağ belə deyək bazadan istifadə edəcəm. Çünki Zavaskoy ağdır. Xakin üstündən ağdır. Ağın da üstündən öz kraskasıdır, öz bazasıdır. Əlbəttə ki, mən ağ atıb və başlayacağım belə deyək öz kraskasını vurmağa. Burada da germetika bu hissədən düz bu hissəyə qədər çəkildi. Bunu mən sizə axırda ətraflı olaraq göstərəcəm. Əsas məsələ burada belə deyək, bu kantların itməsi idi. Dəmirçi də vurub buna şikəst eləmişdi. Demək olar ki, bir şey qalmamışdı. 2 dənə burada belə deyək, yəni zakulyovka yeri qalmışdı, belə deyək. Burada gördüyünüz kimi yəni belə bir zakulyovka yerləridir. Yəni zakulyovka deyir, əslində burada figuradır. Çünki orada zakulyovkalıq bir şey yoxdur. Zakulyovka ancaq Zavaskoy zakulyovkalar ancaq bunlardır. Yəni bu belə deyək aparatda vurulandı. Bunlar isə figurlardır. Bu figurları dəmirçi yemişdi, belə deyək. Bildiyimiz yəni yemişdi. 2 dənəsini saxlamışdı. Bilmirəm doymuşdu yoxsa nə idisə. Bura mənə çox əziyyət verdi, dəyərli izləyicilər. Çox həddindən artıq. Yəni mən buranın figurasını alana qədər düz 2 gün bunun üstündə, təkcə bunun üstündə işləmişəm. Yəni kırla, kapotun üstü mənə o qədər də incitmədi, amma ən çox işlədiyim yer bura oldu. Maksimal dərəcədə çalışmışam bacardığım qədər ki, düzdür, zavod da olmasa təmiz, səliqəli bir şey çıxsın burada. İnşallah buna yəqin ki, belə deyək, kraskadan sonra ətraflı olaraq bir yerdə baxacağıq və görəcəyik ki, burada nə olub, nətər olub, necə olub. Ətraflı olaraq bunu sizə çəkib göstərəcəm, dəyərli izləyicilər. Belə.
maşın da ofişə bağlanıb hazır bir vəziyyətdədir. İnşallah tam qutarandan sonra ətraflı olaraq bunu sizə göstərəcəm. Bir də ki, dəyərli izləyicilər, burada mən strukturu vurmuşam. Burada düzdür. Bunlar da yəni plasmaslar da yəni zədəli idi. Mən bunları işləmişəm, hazırlamışam. Strukturu da vurulub. Əlbəttə ki, burada xırda strukturu idi və mən də xırda vurmuşam. İnşallah bunları da belə deyək, kraskadan sonra üstünə qoyacağam. Bu qədər. İnşallah ətraflı olaraq tam axırda mən sizə bunu çəkib göstərəcəm yenə. Dəyərli izləyicilərim, mən maşını kraskalamışam və belə deyək, burada gördüyünüz kimi bu hissələr yəni yaman gündə idi. Mən buradan kraskanı qaldırıb və düz belə qaldırmışam, gətirmişəm bu hissəyə qədər və bu hissəyə qədər kraskalayıb buradan da fırlatmışam aşağı. Çünki burada da qüsur var idi deyə, burada 2 dənə daş izi var idi və 2 dənə böyük batıq var idi deyə. Yəni böyük deyəndə yəni normal batıq var idi. Yəni xırda bir balaca bir şey idi. Yəni mən buranı onsuz da kraskalayacaqdım. Ona görə də bu hissəni belə deyək işlədim. Bunu da eyni vaxtda kraskaladım. Yüngül belə axıntılar var. Xırda para belənsin axıntılar var. Bunları da mən 100% yəni mən maşını qabaq hissəsini polirovka edəcəm. Əlbəttə ki, bir həftə 10 gün sürəndən sonra polirovka edib təhvil verəcəm avtomobil sahibinə. Burada da dəyərli izləyicilər, hər şey qaydasındadır. Lakı nə çox nə az, rovnu 3 qat vurulub və belə deyək, hər şey qaydasında, heç bir problem yoxdur. Rəng seçimi dəyərli izləyicilər, az bir miqdarda rəng seçimi var. Belə düzdür, telefonda görünmür, amma nə qədər də olmasa plastik bamper fərq var burada. Perxod atmadığıma görə, yəni belə deyək, ümumiyyətlə bu rənglər perxodla olanda daha yaxşı olur, daha keyfiyyətli, daha yaxşı bir iş çıxır ortalığa. Amma belə deyək, nə qədər də olmasa o tərəfdə detala düşüb, az bir miqdarda fərq olmalıdır. Burada da fərq var. Belə deyək, yüngül, cüzi fərq var. Eyni kraska, yəni burada deyək. Burada hep sadəcə olaraq burada yəni yüngül bir fərq var. Plastik, dəmir söhbəti var. Bu qədər dəyərli izləyicilər. İnşallah belə deyək, maşını tam yığandan sonra profildə şəkil qoyulacaq dəyərli izləyicilər. Kstati, buranı çəkməmişdim, göstərməmişdim sizə. Burada da dəyərli izləyicilər görürsünüz. Germet damısı vurulub və figurlar damısı verilib. Əlbəttə ki, əks tərəfdə bu yumru figurlar ki var idi. Yəni, bu tərəfdə dəmirçi onu yemişdi. Ona görə də belə deyək, bu figurları bacardığım qədər zavodda olmasa, yəni təmiz, səliqəli bir şəkildə figurları belə deyək, öhdəsindən gəldim dəyərli izləyicilər. Təşəkkür edirəm məni izlədiyinizə görə. Like qoymağı və abunə olmağı qətiyyən unutmayın dəyərli izləyicilərim. Var olun.